İmmun sisteminin özünə qarşı yönəlmiş autoimmun reaksiyalarını müəyyən etmək üçün aparılan ilkin laborator müayinələrdən biri ana testidir. Sistemik lupus eritematosus, Sjogren sindromu və polimiozit dermatomiyozit xəstəliyi kimi ciddi autoimmun xəstəliklərin ilkin mərhələdə aşkarlanmasında antinuklear anticisimlər ana testləri mühüm rol oynayır. Ana testi dünya miqyasında diaqnostik sahədə qəbul olunmuş gold standart indirekt immunofluoresensiya üsuludur. İMV üsulu həm manual, həm də tam avtomatik şəkildə aparılır. Bu sahədə geniş istifadə olunan həm manual, həm də tam avtomatlaşdırılmış diaqnostik sistemlərlə tanınan aparıcı markalardan biri Evroimmundur. Manual üsulla bağlı olan Tetherplane Technology texnologiyası, yəni Evroimmunun ana testi üçün olan lamlarında bioçiplər vardır ki, bunlar həm iki hüceyrələri ilə ötürmüşdür. Bu bioçiplər eyni səviyyədə paralel və sabit məsafədə yerləşdirilir. Xəstənin serumu lamın üzərinə damızdırılır. Daha sonra fluoresanla işarələnmiş ikinci antikor əlavə olunur. Əgər xəstənin serumunda müvafiq antikorlar varsa, onlar bioçipdəki antigenlərlə birləşir. Lamlar fluoresan mikroskopa yerləşdirilir və nəticələr qiymətləndirilir. Qiymətləndirmə zamanı mikroskopda biz müxtəlif boyanmalarla rastlaşa bilərik. Məsələn, granulyar, nukleolyar, sentromer və s. Tüm bu boyanmalar isə xəstəliyin diaqnozunda iştirak edir. Və təbii ki, laboratoriyalar üçün əlavə üstünlük olan avtomatik versiyalar da vardır. Bu testlər F-Sprinter, Europattern və Eurolab Workstation kimi hətta dəyərləndirməni də edərək tam avtomatlaşdırılmış şəkildə işləyir. Bu da həm vaxt, həm də texniki səhvlərin azalması baxımından böyük üstünlükdür. Evroimmunun manual və avtomatlaşdırılmış diaqnostik sistemləri, testlər və dərslərlə bağlı daha ətraflı məlumat və əməkdaşlıq imkanları üçün bizimlə əlaqə saxlaya bilərsiniz.